Vahhabilər özləri də etiraf ediblər ki, onlar Kərbəlaya hücum edib və minlərlə insanı qırıb və orada olan malları qarət ediblər, insanların mallarını tarac ediblər. Hətta hərəmə, zərihə, İmam Hüseyin əleyhissalamın zərhinə də hücum ediblər, orada olan bütün qiymətli əşyaları götürüblər. Mən sizə mənbə olaraq bu kitabı oxuyum, bu kitabdan bir məsələyə işarə edim. Əd-Durarus Səniyyə fil Əcvəbətin Nəcdiyyə Vəhhabilərin ən məşhur kitabıdır, 9-cu cilddə. Orada gəlib bu məsələyə toxunur. Vəhhabilərin imamı bu sözü deyir. Deyir ki, biz Kərbəlanı aldıq və zəbəhnə əhləhə və onların əhlini qırdıq, başlarını kəsdik və əxədnə əmvaləhə və onların mallarını qarət etdik, götürdük. Fəlhamdülillahi Rabbil aləmin. Həmd olsun aləmlərin Rəbbinə. Və la na'təziru min zəlik. Buna görə üzr də istəmirik. Və nəqulu və deyirik və lil kafirinə əmsəluha. Kafirlərə bunun bənzəri var. Yəni kafirlərə bu layiqdir və belə bir hadisə yenidən baş verə bilər. Bunlar bu işi görüblər və buna görə də fəxr edirlər.